Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağı Bilgah yolunda, belə deyək də, bağ sahəmiz, köhnə bağlardan çıxıb. İndi düzdür, belə deyək, tam göstərə bilməyəcəm sizə. Həm belə deyək, səliqəyə salınmalıdır. Həyət əslində dörtkünc bir kvadrat formadadır. Fikir verin, sağ hissəsini göstərim sizlərə. Demək olar ki, bir tərəfdən, bax, arxa tərəfdə hasarı var. Sağ tərəfdə də hasarı var və qapısı və işıq sayğacına qədər var. 23 sot sənəd kupçadır. Çıxarışı 23 sotun çıxarışı tam şəkildədir və tam şəkildə də satılır. Yalnız bir dənə görürsünüz, bu sol tərəfə hasar çəkilməlidir. Sotu 5800-ə. Reallıq olsa endirimi var. Sadəcə olaraq təmizliyə ehtiyac var da, belə deyək. Gəl baxılmayıb, gedilməyib. Sadəcə olaraq əl gəzdirmək lazımdır və balaca bir dənə tikilisi var, tikilisini göstərəcəm sizlərə. Sadəcə olaraq o tikili belə deyək də, sökülüb qoyulacaq yerə. Ancaq yer özü kvadrat olaraq kvadrat bir formadadır. Dörtkünc bir formadadır və enlidir. Və enli olaraqdan da əlavə, belə deyək, hər sağ və sol hissəsi və arxa və qabaq hissəsi enli bir şəkildə düşür. Yenə deyirəm, sadəcə olaraq otluq olduğuna görə keçməz sizlərə tam şəkildə göstərə bilməyəcəm. Yalnız bax, belə bir formatda göstərə bilirəm sizlərə, fikir verin. Orada da bir tikilisi var. Burada da gördüyünüz kimi belə bir tikilisi burada var. Və dörtkünc bir formada. Sənə reallıq olarsa, real müştəri olarsa, gəlib yerində baxmaq olar. Və səhifəmizi izlədiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk.